Allah deyir ki, nəinki zahirdə, hətta zehində belə, fikirdə və düşüncədə belə insanın, yəni öz mömin qardaşı haqqında və ya müsəlman qardaşı haqqında, hətta zehində belə, yəni bədgüman olması, hətta düşüncədə belə, içində belə, qəlbində belə onun haqqında deməli zənnə, gümana qapılması icazəli deyildir. Və yaxud da ki, özü huzurda deyil, lüməzə odur ki, özü huzurdadır və onun huzurunda onu hörmətini aradan aparır. Bir neçə insanın içərisində bir mömin qardaşın və müsəlmanın və möminin və insanın, hər hansı bir insanın hörmətini aradan aparır, ləzzət alır, hamı deyir, gülür, bu da yəni həmin insan da ki, narahat olur, tutaq ki, məsələn. Bu, həmin şəxsin huzurundadır. O buradadır, onun yanı. Bir də var ki, bir insanın hörmətini və izzətini aradan aparır, amma onun qiyabında, nəinki onun huzurunda. Həmin şəxs huzurda deyil, qeybətdədir. Yəni, ta ki, bu otağın içərisində yoxdur və onun adı zikr olunur. Zikr olunandan sonra onun haqqında xoşa gəlməz söhbətlər gedir və bu xoşa gəlməz söhbətlər ha vaxt qeybət olur, o vaxt qeybət olur ki, həmin söhbətlər onun eyblərinin açılmasıdır. Məsələn, nöqsanların və eyblərin dilə gətirilməsi və bu eyb və nöqsanlar vasitəsilə onun sirrinin faş edilməsi və eşidərsə bu deməli söhbətlərdən onun narahat olmasıdır. Əsas məsələ odur. Yəni, tutaq ki, sizin hər hansı bir qardaşınız haqqında danışırsınız və iş yoldaşınız haqqında danışırsınız, o sizin huzurunuzda deyil, o zaman qeybət olur ki, onun hər hansı bir nöqsanını və eybini insanlardan gizlətdiyi, Allahla özü arasında olan hər hansı bir eybini və günahını fərq eləməz. İstər, yəni o deməli, qeybətin mövzusu olan məsələ, onun nəfsani keyfiyyətləri olsun, məsələn, deyəsən xəsisdir, deyəsən, məsələn, paxıl insandır, həsəd, yəni hər hansı bir onun nəfsani keyfiyyətindən, keyfiyyətsiz adamdır, məsələn, alçaq biridir, şərəfsiz biridir, belə deyirsən. Və yaxud da ki, hər hansı bir günahı haqqında danışırsan. Mən gördüm, məsələn, şərab içəndir, zinakardır, gözünün haqqına riayət etməyən bir insandır. Məsələn, tutaq ki, görmüsən, onu günah üzərində, günah edərkən müşahidə etmirsən və bu müşahidən sənə vacibdir ki, onu gizlədəsən, çünki müminin ehtiramı və hörmətinin aradan getməsi olmaz. Və yaxud da ki, həmin insan tövbə edə bilər, mümkündür ki, o sən gördüyün əməldən tövbə edib və yəni sən onun bu əməllə ifşa etdiyin zaman həmin insanın deməli hörmətini aradan aparmış olursan və həmin insan artıq nə edir? Cəmiyyətdə özünü normal yəni apara bilmir. O eşidir və bu şeylərdən narahat olur və o deməli hörmət ki qazanmışdı, o etibar kimi qazanmışdı, o güvən ki qazanmışdı insanların arasında, sən həmin güvənə xələl gətirmiş oldun. Və sənin bu xələl gətirməyin onun etdiyi günahdan böyükdür, yəni Allah dərgahında. Və bu necə baş verir? Ümumiyyətlə, insan niyə qeybət etməyə başlayır? Qeybətdən öncə 2 dənə proses baş verir, ondan sonra insan qeybət eləməyə başlayır. Birincisi hansıdır? Zənn, suizən. İkincisi təcəssüs, yəni təftiş, casusluq etmək. Bir insanın şəxsi həyatına müdaxilə etmək, bir insanın ailə həyatının sirlərini öyrənməyə çalışmaq, bir insanın evindəki sirlərdən xəbərdar olmağa çalışmaq, şəxsi işlərini qurcalamaq. Bunlar nədir? Təcəssüs. Yəni, bunlar əxlaqi rəzalətlərdir ki, bir insanın sən həyatını araşdırasan və yaxud da ki, onun getdiyi yerdə çıxdığı məxrəcini və deməli, mədxəlini öyrənəsən. Daxil olduğu yerlər haradır, hansı yerlərdən çıxır, hansı yerlərə girir, kimlərlə görüşür. Sən bütün işini gücünü atırsan, həmin insana təhlil edirsən, təftiş edirsən. Burada təcəssüs. Bir də var təhəssüs. Qulaq asırsınız, qardaşlar. Bir də təhəssüs var. Təhəssüs nədir? Yəni, bir insanın yaxşılıqlarını axtarıb tapırsan, o ayrı məsələdir. Yəni, bilirsən ki, bu insan yaxşı insandır. Deməli, əməli salihdir. Sən də çalışırsan onun insanlardan gizli olan əməli salihlərini aşkar edirsən. Deyirsən, bax, filan kəs, siz elə bilməyin, o məsələn səxavətli deyil. Mən bilirəm ki, o Allahla öz arasında gizlədir əməlini, o filan səxavətli işləri görür. Çünki əməlin xalisanı olması üçün, əməlin nə olması lazımdır? Bəndə ilə Allah arasında gizli olması lazımdır.
Amma bəndə ilə Allah arasında gizli qaldığı zaman insanlar deməli həmin insan haqqında bədgüman ola bilərlər. Mümkündür desinlər ki, filankəs xeyr əməlində iştirak eləmir. Elə deyilmi? O zaman sənin həmin insanın əməlini, yaxşı əməlini təftiş edib ortaya çıxarmağın nədir? Gözəl bir şeydir. Yəni tutaq ki, deməli Raufun bir dənə gözəl əməli var, əməli salihi var, onu araşdırırsan, çıxarırsan ortaya, deyirsən ki, bəli, bax bu insan mısan, filan xeyri əmələ iqdam eləyib məsələn. Elə deyil. Və yaxud da ki, başqa bir insana məsələn. Və yaxud da ki, axtarırsan, onun bir dənə pis əməlini ortaya çıxardırsan. Birincisi olur təhəssüs, hiss sözündəndir. Yəni, yaxşılığı ortaya çıxartmaq. İkinci olur təcəssüs, pisliyi ortaya çıxartmaq. İndi vicdanən, fitri olaraq hansı gözəl əməldir? Yəni, bir insanın yaxşılıqlarını ortaya çıxartmaq gözəl əməldir, ya bir insanın pisliklərini ortaya çıxartmaq gözəl əməldir, yaxşılıqlarını. Niyə görə? Çünki özümüz haqqında belə edirik. Özümüz, deməli, öz yaxşı əməllərimizin insanlar tərəfindən duyulmasını sevirik, duyulduğunda sevilirik. Məsələn, tutaq ki, bizi ibadətdə üstün tanıyan kimi, səxavətli biri tanınan kimi, bizim deməli, yaxşı əməllərimiz, əməli salih kimi tanınanda biz cəmiyyətdə, bu bizim xoşumuza gəlir. Amma kimin xoşuna gəlir ki, o Smith kimi tanınsın? Kimin xoşuna gəlir ki, o, məsələn, bədəxlaq kimi tanınsın, əxlaqı pis kimi tanınsın? Məsələn, kim soruşur, kim istəyər ki, onun adı pis işlərdə hallansın? Hətta o pis işləri etsə də. Bəli, həddi aşan insanlar var ki, onlar məsələn pislikləri yaxşılıq kimi göstərirlər. Məsələn, deyir ki, şərab içmək yaxşı əməldir, içirəm, əylənirəm, kef eləyirəm, mən onu da vəsf eləyir, bax, zinanı vəsf eləyir. Deyir, gözəl əməldir, hətta zina etməyənləri neynir? Deyir ki, bunlar, yəni, əslən bunlar dünyada xəbərsiz insanlardılar. Bunlar əslən mərdanəlikdən xəbərsizdirlər. Bu cür, o insanların, bəli, o insanların pisliyini aşkara çıxartmaq caizdir, icazəlidir. Biz o insanla danışırıq ki, o insan bu əməli gizlədir. Məsələn, hər hansı bir pis əməl ondan baş verib, o əməli gizlədir, amma sən onu aşkar etməklə həmin insanın özünə qarşı olan güvəncinə də xələl gətirmiş olursan. Məsələn, sizin bir dənə pisliyiniz aşkar olsun, hamı sizə deməli, o gözlə baxsın. O zaman sizin öz nəfsinizə olan etimadınız və etibarınız itəcək. Deyirsən ki, ey filan kəs, sən nə alçaq adammışsan. Görürsən, hamı səni rədd elədi. Ona görə Allah deyir ki, bir insanın pisliyini aşkar etmə, görməzdən gəl, onun yaxşılıqlarını çalış aşkar et ki, ta ki, həmin insanın öz güvənini, öz nəfsinə olan etimadını qırmayasan, özü öz gözündə düşməsin. Ona görə deyir ki, bir insanın insanlar tərəfindən bağışlanması üçün və ya Allah tərəfindən bağışlanması üçün əvvəlcə insan özünü bağışlamağa bacarmalıdır. Ona görə keçmişlə yaşadığın zaman insan keçmişdə etdiklərinə görə özünü həddən artıq çox qınamamalıdır. Niyə görə? Çünki əgər insan günahlarına görə özünü çox qınayarsa, daim qınayarsa, öz güvənini itirəcəkdir. Yəni artıq özü şuuraltı deyəcək ki, ay filan kəs, sən onsuz da yaxşı əməllər eləyə bilmirsən ki. Xeyri yoxdur onsuz da sənin üçün. Öz-özünə deyir. Xeyri yoxdur onsuz da sən öz güvənini qıran insan, özünə etimadını itirən insan, o zaman o artıq o əməllərə qarşı da deyəcək, onsuz da mən eləyə bilmirəm, onsuz da bu pisliklər məndən baş verəcək və artıq süsləşəcək. O pisliklərini yaxşılıqlara çevirmək üçün süsləşəcək. Ona görə deyir ki, bir insanın pisliyini aşkar etmək, deməli, onun hər hansı bir rəzalatını aşkar etmək, təftiş edib ortaya çıxartmaq, ona görə böyük, deməli, günahdır ki, onun etdiyi günahdan böyük günahdır ki, sən o insanın həm insanlar içərisində hörmətini və izzətini aradan aparırsan, həm özünə olan güvəncini qırmış olursan. Özü öz yanında nə olmuş olur? Ehtiramdan düşür. Artıq da öz nəfsinə güvənmir. Deyir, yaxşı, əgər insanlar da məni pis kimi qəbul edirlərsə, əgər insanlar da bu əməllərimə görə məni nifrət edirlərsə, deməli, mən elə həqiqətən də nəyəm? Həm deməli, aşağı bir insanam. Ona görə də, bax, deməli, bir insanın laf belə zinasını siz aşkar edirsiniz, siz onu aşkar etdiyiniz zaman sizin əməliniz onun etdiyi zinadan böyükdür. Niyə? Çünki sən Allahın qulunu hörmətdən saldın. Bəlkə tövbə edəcəkdir. Bəlkə o elə bir... Amma sən bunu etməklə onu rüsva elədin. Xəcil elədin. Ona görə bundan öncə də, yəni təftişdən öncə bir dənə də başqa bir
deməli, nəfsani rəzalat var bizdə. O nədir? Zənn, suizən. Yəni daim insanlar haqqında bədgüman olmaq. Bədgümanlığın da kökü nədən qaynaqlanır? Bədgümanlığın kökü egodan qaynaqlanır. Yəni insan münasibətlər zamanı daim özünü ölçü qərar verir. Əgər insanlar ona qarşı yaxşıdırlarsa, həmin insanlar yaxşıdırlar. Əgər ona qarşı pisdirlərsə, onlar yaxşı ola bilməz. Şəxsi öz deməli mənafeyinə görə və öz zərərlərinə görə insanlara qiymət verdiyi zaman daim insanlar haqqında bədgüman olacaqdır. Niyə görə? Çünki bu insan yaxşılıq və pisliklə ölçür, özünə olunan yaxşılıq və pisliklərlə ölçür. Mümkündür ki, bir insandan sənə xeyir yetişməsin, amma o mənanı ifadə etmir ki, o insan xeyirxah insan deyil. Bəlkə başqalarına ondan xeyir yetişmişdir. Və yaxud da bədgümanlığın başqa bir dənə səbəbi var. Başqa səbəb ondan ibarətdir ki, insan niyə çalışır ki, insan niyə suizən eləyir? Çünki insanları pis göstərməyə çalışır. Niyə məsələn mən fikirləşirəm ki, filan kəs deməli, yaxşı insan deyil, onun haqqında o etibarsız adamdır, o məsələn sir saxlayan deyil, və yaxud da ki, o məsələn yalancıdır, və yaxud da ki, o məsələn deməli, müxtəlif günahları ona nisbət verir. Şübhələnir ki, filan kəs filan yerə getdi, deməli, onun məqsədi odur, işi, və yaxud da ki, deyir ki, simasından bəllidir. Bu ən böyük bir dənə nədir? Qələtdir. Tutaq ki, hər hansı bir hadisədən söhbət düşür, insanların içərisində biri rəngi qızarır. Elə deyilmi? Biz həmən hökm veririk ki, o həmin işin törədisi səhv bir şeydir. Vallahi səhv bir şeydir, mənim başıma gəlib. Allah'ım olsun. Başıma gəlib. Bir yerdə bir dostumuzun bir deməli libası itdi bir yerdə. O söhbət aslında bir adam yəni qıpqırmızı qızardı, dedi ki, həmin adamın işidir. Zənnə düşdü ki, odur. Sonradan libas başqa yerdən çıxdı. Biz gördük ki, onun haqqında biz nə qədər bədgüman olmuş. Sonra deməli həmin insana dedi ki, həqiqətən biz bədgüman olmuşuq da, məsələ yəni belə deyilmiş. Deməli bir insanın danışığındanmı, onun simasındanmı bədgümana düşüb onu həmin əhl etmə özü suizəndir. Ta ki bizə elmən sabit olmayıb bu insan həmin deməli işi törətmişdir. Sən yəni gümanla, zənnlə, bədgümançılıqla həmin insana ləkə vura bilməzsən. Çünki ona ləkə vurduğun zaman, suizən etdiyin zaman mənası budur ki, özün haqqında hüsn-i zəndəsən. Yəni insanlar özü haqqında hüsn-i zəndə, yəni özü haqqında böyük fikirdədir, yüksək fikirdədir. Bunu isbat etmək üçün, özünü yaxşı tanıtdırmaq üçün o vasitə kimi istifadə edir başqalarını pis göstərməyə. Yəni özünü tərifləsə, desə ki, mən əmanətdar insanam, mən əmin insanam, mən sir saxlayan insanam. İnsan var deyir ki, mən sir dağarcığıyam ha. Əgər belə desə təkrar heç kəs ona etimad eləməz. Niyə? Çünki özünü tərifləyən insan, yavaş-yavaş insanlar onun haqqında belə düşünür ki, bu özünü çox tərifləyirsə, deməli, bu insanda bir problem var ki, daim özünü tərifləyir. Deməli, o sifətlərə sahib deyil, özü təriflədiyi üçün. Ona görə bu özünün əmin olduğunu, sonra əmanətdar olduğunu, sir saxlayan olduğunu necə isbat eləsin? Digər insanların adı çəkilən zaman həmin desin ki, yox, filan kəs əmanətdar deyil, bax. Söz deyərsən, məsələn, sözün əman, və yaxud da ki, əmanətə xəyanət edəndir, və yaxud da ki, sırrını faş ellər, onun yanında. Düzdür, insan yəni, öz sırrını heç kəsin yanında faş etməməlidir, deyə. Çünki sırrı faş etməyin mənası odur ki, insan zəifdir. Sən üçün sir saxlamaqdan özündən başqa, yəni Rəbbindən başqa ikinci şəxs, sən hətta həyat yoldaşına bəzi sirləri insan deməməlidir. Mümkündür ki, sən ondan ayrılasan və ayrılandan sonra o sənin sirri faş eləsin və yaxud dostuna, ən yaxın dostuna belə öz sirri verməməlisən. Çünki insanlar haqqında hüsn-i zəndə olmaq bu mənanı ifadə eləmir ki, sən tamamilə ona etimad etməlisən. Məsələn, mən inanıram ki, sizin hamınız mömin insanlarsınız. Yəni, ibadətlərinizi vaxtında yerinə yetirirsiniz, yəni namazlarınızı vaxtında qılırsınız və yaxud da ki, əmanətə xəyanət etmirsiniz, yalan danışmırsınız. Məsələn, bunu zahirən hüsn-i zəndir. Amma bu o mənanı ifadə eləmir ki, mən sizin əmanətdar olmağınızda %100 etimad edeyim. Niyə etimad eləmək olmaz? Çünki özünə tərəzi qərar verəcəksən. Özün öz nəfsivə %100 etimadın varmısan, tam doğru, hər yerdə doğru danışırsan? Yox. Bəzən yalan danışırsan. %100 etimadın varmı ki, sən hər durumda deməli əminsən, heç vaxt xəyanət etməmsən.
Təcrübə eləməmisən. Nə bilirsən, elə bir duruma düşə bilər ki, orada insan xəyanət eləyə bilər. Və yaxud da ki, sən 100% əminsənmi sən hər yerdə doğru danışırsan? Yox. Müxtəlif anlar var ki, orada sən nə edirsən? Yalan danışırsan. Deməli, bu üç məsələ ki, yoxdur. Yəni, deməli, etimad etmək, əmanata xəyanət etməmək, sonra deməli, yalan danışmamaq, sonra vədə xilaf çıxmamaq, bunlar elə sifətlərdir ki, bunlar yəni bir günə, bir ilə, 2 ilə, 3 ilə hasil olan şeylər deyil. Bu insan zaman-zaman özünü tərbiyələndirməlidir. Zaman-zaman özünü tərbiyələndirməlidir. Elə bir deməli iman, yəni iman bunu yaradır insanda təbii ki. İman da o qədər deməli güclənməlidir ki, o qədər inkişaf etməlidir ki, insan elə bir mərhələyə gəlib çatsın ki, o sifətləri özündə müşahidə etsin. Onda özündə müşahidə elədiyi zaman, o zaman etimad eləyə bilər. Nə qədər ki, sən öz nəfsinə tam etimad eləməmisən, o zaman başqasına da etimad etmə. Sən özün öz sirrini məsələn, sənə bir söz deyəcəm, sir deyəcəm, amma bu aramızda qalsın. Gör nə qədər əbləh adamdır bu insan. Niyə? Çünki özün öz sirrinə hakim deyilsən, istəyirsən ki, dostun sənin sirrini qorusun. Sən nə cür insan, özü, bax burada sən o sirri faş elədin. Hər hansı bir eybin vardı, onu heç kəs bilmirdi, dostluğa faş elədin. Deməli, sən özün öz eybi və öz əmanatına sahib çıxa bilmədin, amma istəyirsən ki, dostun sənin əmanatına sahib çıxsın. Gör, nə qədər gülməlidir ki, insan özü öz sirrinə sahib çıxa bilmir. Amma öz dostuna deyir ki, mənim bir dənə eybim var, onu sənə deyəcəm, amma öz aramızda qalsın. Mənim məsələn bir dənə əməl törətmişəm, bir dənə hərəkətim olub. Onu mən sənə sirr olaraq verirəm, amma sən gərək bunu qoruyasan. O zaman sual olunur. Sən özün özünə xəyanət elədin, öz deməli sirrini qoruya bilmədin. Sən nə cür olurdu öz dostundan? Sənin nəfsin o səndən ayrıdır. O sən qədər səni istəyə bilməz ki. İnsan özü qədər onu digər istəyə bilər həyatda. İnsan özü qədər heç kəs onu istəyə bilməz. Ona görə sən nə qədər öz əmanatına sahib çıxa bilmirsən, amma dostundan və yoldaşından və qardaşından, həyat yoldaşına deyirsən ki, sən mənim sirrimə neynə? Saxla, qoru. Yardım məqsədi yəni. O ayrı məsələdir. Əsas məsələ odur ki, yəni o başqa məqamlar ola bilər olsun ki, deyəsən. Əsas məsələ odur ki, hər sirdən danışırıq biz. Yəni sən öz sirrinə nə qədər vaqifsən, nə qədər deməli qoruya bilərsən, mühafizə edə bilərsən. Söhbət ondan gedir. Ona görə də İnsan nə qədər ki, özü haqqında hüsnü zəndə olarsa, özü haqqında böyük fikirdə olarsa, məndən yaxşı, bəzi insanlar var, deyir ki, oturdum, fikirləşdim, məndən yaxşı adam yoxdur dünyada. Niyə? Çünki, həqiqətən, niyə görə? Çünki, həqiqətən belə insanlar var. Niyə görə? Deyir ki, bax, mənim qəlbimdə heç kəsə pislik yoxdur ki, hamının xeyrini istəyir, amma bu təcrübədə bunu sabit eləməyib. Məsələn, bir var ki, sən onu o vaxt isbat eləyə bilərsən ki, bir insanla konfliktin düşsün, bir insanla mübahisən düşsün, bir insanla sənin maraqların təzadda olsun, sən onda deyə bilərsən ki, sən maraqlarına görə, deməli, öz maraqlarından keçdiyin zaman o yaxşılığı isbat eləyə bilərsən. Hamı içində yaxşılıq da, zalim də, məzlum da, danışanda deyir ki, mən ədalatlıyam. Hamı bir dənə kinoya baxır, məsələn, tutaq ki, ola zalim də baxır, məzlum da baxır. Hər ikisi məzlumu müdafiə edir, zalimi qınayır. Həyatda amma o zalimlərin çoxu onlardan əskik deyil. Amma kinoda baxanda nə edir? Zalimi qınayır məzlumun tərəf. Çünki vicdanı onu deyir ki, o zalimdir. Amma özü deməli o əməli törətdiyi zaman artıq vicdanını qoymur danışmağa ki, özü haqqında əleyhinə hökm versin. Öz nəfsin əleyhinə hökm versin. Deməkdə məqsədim odur ki, yəni biz öz nəfsimizin əleyhinə haçan hökm verməyi bacarsaq, onda bizə haqq düşür ki, başqalarının əleyhinə hökm verə bilək. Yəni mən haçan öz əleyhimə hökm versəm, desəm ki, ey filan kəs, sən bax namazlarında layiqincə qılmırsan, huzuru qəlblə qılmırsan, o zaman mən əgər bunu özlüyümdə eləyə bilsəm, hökm verə bilsəm, öz əleyhimə ki, həqiqətən mənim namazım Allaha layiq olan namaz deyil, o zaman mən dostum haqqında deyə bilərəm ki, sənin namazın Allaha layiq namaz deyil. Elə deyilmi? O vaxt sən deməli naməhrəm baxan insana deyə bilərsən ki, sənin əməlin zeşdir, pisdir, çirkindir, bu əməldən çəkil, Allahın ilahi təqvaya sahib ol. O zaman ki, sən özün bu əməli etməyəsən, öz əleyhivə, özün də baxanda öz əleyhivə hökm edəsən. Əgər bunu etməsən, sən nə etmiş olursan? Allahın hökmü ilə məsxərə etmiş olursan. Yəni sən qeyri-ciddi deyirsən də. Əgər özün bu əməli törədirsənsə, amma ətrafdakı olan insanlara deyirsən, "Ey bax görsən gözlər riayət eləmirsən ha, eləmək lazımdır." Bu mənası odur ki, yəni sən alay elirsən də o insanla.
Əgər özün də o əməli eləyirsənsə, digərindən onu etməməyi tələb eləyirsənsə, bu o mənanı ifadə edir ki, sən Allaha qarşı nə edirsən? Onun hökmlərinə istehza edirsən. Yəni məsələni ciddi qəbul eləmirsən də. Əgər məsələni ciddi qəbul etsəydin, özün əməl eləyərdin. Deyir, siqaret çək, məsələn, tutaq ki, misal vurur. Biri siqaret çəkir özü, amma digərinə tövsiyə edir ki, çəkmə. Onu çəkindirmə. Heç kəs onu qəbul etməz sözünü. Deyir ki, çünki əgər sən özün bunun əməlin çirkin olduğunu bilirsənsə, onda gərək özün bunu eləyəsən, tərk eləsən, sonra mənə məsləhət görəsən. Belə tövsiyə elə bilərsən, amma sən bunu qınaq olaraq məndən tələb eləyə bilməzsən. Ona görədir ki, ya əyyuhəl-ləzinə amənü istənibə kəsirən minəz-zənn. Ey iman gətirənlər, yenə iman gətirənlərə xitab edir o. Deyir, çox zənn etməkdən neyinin? Çəkinin, innə ba'zəz-zənni ismun. Həqiqətən zənnlərin bəziləri günahdır. Və yox, zənnlərin bəziləri nəfsanidir. Yəni, ism sözünün bir dənə mənası odur ki, zənnlərin çoxunu biz öz nəfsimizə görə edirik. Yəni, egomuzdan görə edirik. Filan kəs bulan günü mənə yaxşı salam vermədi filan məclisdə. Ona qarşı hörmət eləyirdim. Amma o mənə ki, yaxşı salam vermədi. Gələn daha məclisdə onun abrını tökəcəm. Filan əməlini bilirəm, onu faş eləyəcəm. Bunlar zənn. Elə həmin filan kəs filan yolun quşudur, məsələn. Niyə görə bu zənn ondan qaynaqlandı? Çünki həmin insan ona münasibətdə neyləmişdi? Yaxşı davranmamışdı. Ona görə onun haqqında bədgüman oldu. Sonra deyir, vəla təcəssəsu. Casusluq etməyin. Bir-birinizin deməli, gizli işlərini təftişə qalxmayın. Yaxşı işlərini iki dənə yəni, məsələdir burada. Burada şəxs ortada deyil. Yəni, onun haqqında bədgüman olursan, amma ona zahir eləmirsən. Demirsən ki, mən sənin aldım. İllərlə bir insanı sizi istəyən biri kimi tanıyırsınız. Sonra da məlum olur ki, o insan sizin haqqınızda bədgüman olmuş. Bir ömür bədgümanlığını yaşayır. Bir il, neçə ildir həmin insanla siz deməli alval eləyirsiniz, siz onunla bir müəssisədə işləyirsən, sən elə bilirsən ki, mən onun haqqında hüsnü zəndə olduğun kimi, o da sənin haqqında hüsnü zəndədir. Amma sonradan məlum olur ki, bu insan sənə əslən etibar eləmirmiş. Suizən edilmiş sənin haqqında. Və suizəni də sən bilirsən ki, onun etdiyi suizənin heç birisi səndə yoxdur. O bədgümanların heç birisi səndə yoxdur. Sən nə ona qarşı xəyanət eləmirsən, nə onun malına qarşı deməli, əmanətinə qarşı xəyanət eləmirsən, nə də onun şəxsiyyətinə. Amma bu insan sənin haqqında bədgüman olur, təcəssüs. Bədgümanlıqdan sonra nə gəlir? Təcəssüs, təftiş. Filan kəsin ardıca düşəcəm, görüm nə işlərdə məşğuldur. Hansı, hara gedir, hara çıxır. Sonra deyir ki, indi casusluq elib neynir? Həmin insan əməlini ortaya çıxardır. Sonra neyin əməlidir? Məsələn, mən bədgüman oldum kimin haqqında, sonra bədgüman olandan sonra onu təftiş eləməyə başladım. Təftiş eləyəndən sonra bir dənə eybini ortaya çıxartdım. Nə eləməliyəm? O olmayanda həmin eybi nə eləməliyəm? Qeybət eləməliyəm. Yəni, baxın, sizin tanıdığınız filan kəs, filan işlərlə məşğuldur. Və bu qeybəti nəyə görə deməli, etdim? Niyə onu gözdən saldım? Çünki onu gözdən salmaqla öz məqamımı o insanların gözündə uzatmağa çalışıram ki, baxın, mən o əhəldən deyiləm, Filan kəs namussuz insandır, o namussuz bir əməlini ortaya çıxartdım. Yəni, bunun mənasıdır ki, mən o işlərdə, o əməllərdən etmirəm. Mənası odur. Ona görə deyir ki, və la yəğtəb ba'zukum ba'zən əyyuhibbu əhədukum ən yəkulə ləxmə əxihi. Və bir-birinizin qeybətini etməyin. Bir-birinizin qiyabında, o burada olmayanda, onun ardıyca, onun eyb və nöqsanını və onun eşidərsə xoşuna gəlməyəcək hər hansı bir əlamət və nişanəsini, hər hansı bir əməlini aşkar etməyin insanların içərisində, o olmayanda. Niyə görə? Çünki sən onun eyblərini danışmaqla özünü kökəldirsən, özünü böyüdürsən. Birinin eybini danışanda insan özünü neynəmiş olur? Ucatmış orada, baxın, filan, filan kəs filan da siz bilmirsiniz. Onun haqqında danışır, eybi, nəfsan, səxavətsizliyi haqqında danışır, simicliyi haqqında danışır, onun da yalancı olması haqqında danışır. Kəzzabdır filan kəs, yalancıdır. Bir-iki dəfə yalan eşidib ondan, bəlkə də tövbə edib o özünü dəyişib, amma bu özünü kökəldir, yəni özünü böyüdür, yəni özünün əzəmətini qaldırır. Deyir, əyyuhibbu əhədukum ən yəkulə ləxmə əxihi. Sizlərdən heç biriniz meytən, ölmüş qardaşın ətini yiyərmi? Niyə ona bənzədir? Tutaq ki, bir qardaşınız ölüb, siz onun ətini yeyirsiniz. Neynəmiş olursunuz? Onun hörmətindən salırsınız, amma öz mədənizi doldurursunuz onun əti ilə, öz bədəninizi neyinirsiniz? Tutaq ki, misal.
kökəlirsiniz. Deməli, öz qardaşının əti ilə öz canını bəsləyirsən. Amma onun cəsədini nə eləmiş olursan? Hörmətdən salmış olursan. Deyir, qeybət də bu cürdür. Bir möminin şəxsiyyətini sındırmaqla, onun deməli mənəvi vücudunu, bədənini, şəxsiyyətini hörmətdən salmaqla, onun hörmətdən salmaqla öz bədənini qidalandırırsan, öz şəxsiyyətini ucaldırsan. Bir dənə mənası budur. O deməli ölmüş əti yeməyə bənzədir. Niyə bənzədir? Çünki sən ölmüş qardaşının ölmüş ətini yediyin zaman birinci onu hörmətdən salırsan, izzətdən salırsan, onun bədənini tikə-tikə eləyirsən. Abrını aradan aparırsan, hətta cəsədinin belə abrını aradan aparırsan, onun ətini yeməklə. Misal olaraq deyir Allah. Elə bil ki, sən onun qeybətini etdiyin zaman onun mənəvi vücudunu tikə-tikə kəsirsən. Mənəvi vücudundan kəsirsən, yeyirsən, tikə-tikə kəsirsən, yeyirsən. Bir gün gəlir ki, tamamilə üryan vəziyyətdə öz qardaşı, mömin qardaşı tamamilə üryan vəziyyətə gətirmişsən. Bütün eyiblərini hamı görür. Elə bil ki, bütün libaslarını çıxardıb üryandır. Elə bil ki, bir mömin qardaşı üryan şəkildə insanların qarşısına çıxardırsan. Deyirsən, baxın, bunun şəxsiyyətini mən sizin üçün soydum. Aşkar. Buna nə qazandın? Onu tamamilə izzətdən və hörmətdən saldın, amma özünü böyütdün. Ona görə Peyğəmbər deyir ki, mən Meracda çoxlu dəstə insanlarla qarşılaşdım, səhih rəvayətdir bu. Deyir ki, bir dəstə insanlarla qarşılaşdım, onlar öz dırnaqları ilə, əl pəncələri ilə öz üzlərini cırırdılar, başlarına vururdular. Cırırdılar, soruşdum, ya Cəbrail, bunlar kimdir? Dedi ki, ya Rasulallah, bunlar insanların eyiblərini onlar olmayaraq, qeybət edərək insanlar arasında hörmətdən salan insanlardır. Onların deməli, günahlarını aşkar edən insanlardır. İnsanların qeybətini edən insanlardır ki, axirət dünyasında bu cür onlar görsənirlər. Və yaxud da ki, Peyğəmbər deyir ki, Peyğəmbərdən hədis var, Ənəs ibn Malikdən səhv etmirəmsə, deyir ki, qeybət edən insanların simadan tanınacaqlar və onların deyir, xüsusi bir üfunəti olacaq. Hətta murdar üfunət yoxdur, ölmüş bir cəsədin üfunətindən də betər bir üfunət gələcək onların ağzından. Niyə görə? Çünki onlar ki, mömin qardaşları haqqında bu pis şeyləri danışıblar, ifşa ediblər. O, axirət dünyasında o cür özünü təzahür edəcək və göstərəcəkdir. İnşallah Allah-u Teala bizləri bu deməli əxlaqi rəzalətlərdən qurtarmadan qərar versin. Sonunda mən yenə axırıncı ayəni tamamlamadım, onu da tamamladım. Vəttəqullah innəllaha təvvabur rahim. Yəni deyir ki, Allah-u Teala deyir ki, vəttəqullah innəllaha təvvabur rahim. Allahdan qorxun. İnnəllaha təvvabur rahim. Yəni nə qədər deməli Allah sizə möhlət verib, nə qədər Allah sizə can verib, həyat verib, bu məsələdə təqva ilahiyyə riayət elə. Yəni bu məsələni böyük məsələ kimi təsəvvür elə. Fikirləş ki, bu məsələni ki, Allah Quranda zikr eləyib və bu məsələni qeybət etməyi, bir insanın pisliklərini aşkar etməyi və onu deməli insanların olmadığı zaman insanların yanında onun hörmətini salmaq gör nə qədər böyük bir günahdır ki. Allah deyir: "Vəttəqullah innallaha təvvabur rahim." Allah çox-çox tövbə eləyənləri bağışlayandır. Yəni sən nə qədər günah etsən də bil ki, Allah tövbəni təkrar edənləri bağışlayır. Amma digər bir ayədə Allah onu da oxuyum. Deməli Nur surəsində deyir ki: "İnnellezine yuhibbuna en teş'al fahişete fillezine amenu lehum azabun alim fid-dunya vel-ahireh. Vallahu ya'lemu ve entum la ta'lemun." Nur surəsinin 19-cu ayəsi. Deyir ki, o insanlar ki sevirlər en teş'al fahişete fillezine amenu. İman gətirənlərin arasında çirkinlik yayılsın. O insan ki sevir möminləri pis göstərsin. Allah'a o insanlar üçün deyir. Baxmayaraq ki, o möminlər o əməli eləyib məsələn. Amma bu deməli möminlərin o pisliklərini və çirkinliklərini ifşa eləyənlər üçün lahum azabun alim fid-dunya vel-ahireh. Həm dünyada, həm axirətdə əzab var. Deyir, yəni qeybət edib bir insanın əgər ifşa edirsənsə, onun pisliklərini aşkar edirsənsə, ortaya qoyursansa, sən elə bilmə təkcə axirətdə bunun əzabı olur. Fid-dunya vel-ahireh. Deyir, həm dünyada, həm də axirətdə bunun əzabı var. Yəni, bir qadını fahişə olaraq göstərməyi sevmək məsələn. Ta ki, bir qadın hər hansı bir yerdən çıxır, deyirsən ki, hə, buradan çıxırsa deməli o işlə məşğuldur.
Onun iffəti haqqında danışılan zaman deyirsən ki, onu mən filan restorandan çıxarkən məsələn elə bir yerdən çıxır məsələn, bəlkə də başqa bir səbəbdən ora getmişdi. Mən onu filan durumda gördüm və bu durumda görməyimə əsas verir ki, o nədir? Əxlaqsız bir insandır. Deməli, həmin qadın haqqında onun deməli əxlaqsız kimi tanınmasını ki, sən sevirsən, istəyirsən bu cür tanınsın, ona görə sənin qabağa o şeylər çox çıxır. Sən imtahan olmursan axı. Görmüşəm, bilirəm, o filan yorulmuşudur, elə də təqvalı bir insan deyil. Deyir, fit dünya vəl axirə, əzab var, vallahi ya'lemu və entum la ta'lemun. Allah bilir de, siz bilməzsiniz. Yəni, çalışaq ki, bir insan əgər bardan çıxırsa, həmən hökm verməyək, məsələn. Bəlkə o başqa bir səbəbdən çıxır oradan. Az oldu, o da elədir, bəli. Hər şərab dükanından çıxan o mənanı ifadə eləmir ki, bu şərab alır oradan. Bəlkə o bir əmanət verəcəkdi orada işləyən insana. Sən nə bilirsən ki, o şərab dükanından çıxırsa deməli şərab alıb qayıdır. Düzdür, İmam Həsən əleyhissalam deyir ki, ittəqu minə məvazi'ət tuham. İttiham olunan yerlərdən özünüzü qoruyun. Çünki ittiham olunan yerlərə getsəniz, insanlar ağzı saqqızdır. Saqqız kimi çeynirlər də insan. Onların ağzından, insanların ağzını saqqıza çevriləcəksiniz. Ona görə o yerlərə getməyin. Əssalamu aleykum və rəhmətullah.